Salam hörmətli izləyicilərim, dəyərli müştərilərimiz, hər vaxtınız xeyir olsun. Bugün də sizlərə Yevlax rayonu ərazisində satışa çıxardılmış yeni bir ferma sizlər üçün təqdim edirəm. Hörmətli izləyicilərim, qeyd edim ki, fermanın ümumi ərazisi 47 sotdan ibarətdir. Fermanın ərazisində mal-heyvan saxlanılması üçün hər bir şərait yaradılıbdır. Qeyd etməliyəm ki, kənd təsərrüfatı ilə və heyvandarlıqla məşğul olmaq istəyən şəxslər üçün burada lazımi bütün şərait var. Hörmətli izləyicilərim, burada geniş bağ sahəsi salınıb, ev şəxsi istifadə məqsədilə tikilmişdir. Evdə hər bir şərait də yaradılıbdır. Ən əsası onu qeyd etməliyəm ki, qanuni qubcalı, rəsmi alqı-satqıya yararlı olan ferma sizlər üçün təqdim edirəm. Real bazar dəyərindən aşağı qiymətə hal-hazırda təklif olunur. Onu da qeyd edim ki, fermada bütün kommunal xidmət təchizatı da mövcuddur. Daimi olaraq elektrik enerjisi, fasiləsiz təbii qazı, internet və 2 ədəd içməli su xətti artizan qurğularda quraşdırılıbdır. Hörmətli izləyicilərim, gördüyünüz üçün burada müəyyən barberə meyvə ağacları əkilib və böyük bir tövlə yaradılıbdır. Gəlin mən sizlərə daha ətraflı şəkildə tövlələri təqdim edim. Daha sonra evin daxili hissəsinə keçid alacağım. Gördüyünüz kimi burada geniş belə bir mal-heyvan saxlanılması üçün açıq tipli ferması tövləsi var. 2 ədəd burada qapıda quraşdırılıbdır. Çölə çıxışları var. Lazım olan hər bir şərait burada yaradılıbdır. Burada avtomatik suvarma sistemi də var. Sizlər üçün təqdim edirəm. Gördüyünüz kimi keçid alaq mən sizlərə detallı şəkildə hər bir hissəsini təqdim edim. Burada isə belə bir 5 heyvanın saxlanılması üçün yer nəzərdə tutulubdur. Buradan isə daha sonra keçid alaq digər hissələrə. Hörmətli izləyicilərim, İndi təqdim edəcəyim yerdə 30 baş iri buynuzlu heyvan saxlanılır. Burada yem saxlanılır, yem saxlanıcı yeridir. Buradan keçid alırıq. Qeyd etdiyim o 30 baş heyvan saxlanılması üçün əsas geniş dövləyə burada ehtiyac su sənədi var. Bundan əlavə çöldə də heyvan saxlanılması üçün yeri də var. 2 ədəd çölə çıxış qapısı quraşdırılıbdır gördüyünüz kimi. Burada avtomatik suvarma sistemi, bunun üstündə isə ot bağlamaları saxlanılır. Min presin saxlanılması üçün orada yerdə nəzərdə tutulubdur. O baş qapıdan çıxış da hörmətli izləyicilərə nəzərdə tutulubdur. Bura isə heyvanların yay aylarında saxlanılması üçün nəzərdə tutulmuş belə bir geniş ərazisi var. Burada da lazımı bütün şərait yaradılıbdır. Daha sonra 2 ədəd çoban evi mövcuddur ki, yəni burada işləyən, sizin işlərinizi aparacaq olan şəxslər üçün də nəzərdə tutulan çoban evi var. Daha sonra göstərim sizlərə. Bura isə qeyd etdiyim həmin o 2 çıxışdır ki, hansı ki əl qapısıyla quraşdırılıbdır. Birbaşa küçəyə çıxır. Daha sonra orada isə ot bağlamaları saxlanır və ehtiyac su çənləri də orada quraşdırılıbdır. Daimi olaraq fasiləsiz su ilə təmin edir heyvanları. Burada isə o deyilən çoban evi yerləşir. Müəyyən qədər kosmetik təmirə, xırda ehtiyacı ola bilər. 2 otaqlıdır. Gördüyünüz kimi burada da qaz təchizatı və elektrik enerjisi də mövcuddur. Hörmətli izləyicilərim, onu da qeyd edim ki, əmlak əsas magistral yola və hər bir yerə çox yaxın ərazidə yerləşir. Burada da müəyyən barberə meyvə ağacları əkilibdir. Burada isə hörmətli izləyicilərim, qoyun quzu saxlanılması üçün olan əlavə tikililəri var. Burada yəni ki, nəzərdə tutulub tikilibdir. Gəlin mən sizlərə daha ətraflı şəkildə təqdim edim. Gördüyünüz kimi burada da geniş bir ərazi var. Daha sonra keçid alaq sizlərə digər hissələri mən təqdim edim. Bir sözlə hər şey düşünülmüş formada burada nəzərdə tutulubdur. Müəyyən uzun bir müddət istifadə olunubdur. Hal-hazırda istifadə olunmur, ona görə də satışa çıxarılıbdır. Bir daha qeyd edirəm ki, real bazar dəyərindən aşağı qiymətə təklif olunur. Burada isə quzu saxlaması üçün nəzərdə tutulubdur. 2 ədəd gördüyünüz kimi belə bir hissədə yerdir. Burada isə quş üçün saxlanılmış nəzərdə tutulan belə bir yerdir, hörmətli izləyicilərim. Gəlib baxsaz özünüz də görəcəksiniz ki, görülən işlərin hər birisi yüksək keyfiyyətlə aparılıbdır. Vaxtı ilə şəxsi istifadəsi üçün nəzərdə tutulubdur. Hal-hazırda da satışdadır. Az öncə də qeyd etdim. Bütün sənədləri tam qaydasındadır. Burada da toyuqca saxlanılması üçün nəzərdə tutulan belə bir hissəsi var. Suvarma problemi yoxdur. Bütün lazım olan yerlərə su çəkilibdir. Elektrik enerjisi var. Ən əsası sənədi qaydasında olan yer axtaranlar üçün olduqca ideal ərazi hesab olunur. Keçid aldıq mən sizlərə fermanın
bağ sahəsini göstərirəm. Gördüyünüz kimi burada geniş bağ salınıb, hər növdə bar verən yeni meyvə ağacları əkilibdir. Torpaq sahəsindən istədiyiniz kimi təbii ki istifadə edə bilərsiniz. Dörd bir tərəfi hasara alınıbdır. Bir neçə dənə darvazası quraşdırılıb, giriş-çıxış qapıları mövcuddur. Hörmətli izləyicilərim, ev isə gördüyünüz kimi əzəmətli evdir. Yaşayış üçün tam yararlıdır. Siz də istədiyiniz kimi təbii ki istifadə edə bilərsiniz. Evin birinci mərtəbəsində özünə məxsus geniş avtomobil qarajı da var, hörmətli izləyicilərim. Eyni vaxtda bir neçə avtomobili də daxil etmək mümkündür. Gördüyünüz kimi burada pilləkən quraşdırılıbdır. Bura isə evin birinci mərtəbəsidir. Belə bir yay mətbəxi kimi nəzərdə tutulubdur. Əlavə olaraq burada isə kladovka yerləşir. Hörmətli izləyicilərim, satış zamanı bu fermada gördüyünüz müəyyən avadanlıqlar qiymətə daxil olaraq evdə qalır. Bura isə avtomobil qaraj qapısıdır və qeyd etdiyim kimi eyni vaxtda 3 dənə avtomobil daxil edə bilərsiniz. Gördüyünüz kimi geniş bir ərazisi var. Yer istiyashqa verilibdir. Ev yeni tikili evdir, köhnə tikili ev deyil. Qalxaq mən sizlərə ikinci mərtəbəni də təqdim edim. Geniş açıq eyvanı var ikinci mərtəbənin. Bütün pəncərələri reşotqalanıb, bağ sahəsini sizlərə açıq eyvandan təqdim edirəm. Olduqca sakit ərazidə yerləşir. Burada belə bir foye yerləşir, qonaq otağı kimi istifadə olunubdur. Əsas qonaq otağı solda yerləşir. Burada isə deməli bir ədəd belə bir yataq otağı var. Daha sonra burada isə hamam sanitar qovşağı nəzərdə tutulubdur. Gördüyünüz kimi təmir olunub, istifadə oluna bilər. Evin daxil hissəsində hamam sanitar qovşağıdır. Bura isə evimizin əsas qonaq otağıdır. Hündürlük səviyyəsi də 3 metrdən artıq təşkil edir. Bir yataq otağı isə burada yerləşir. Belə. Döşəməsi gördüyünüz kimi poldur, tavanı vurulubdur. Plastik pəncərələr quraşdırılıb, pəncərələr reşotqalanıbdır. Daha bir sonuncu yataq otağımız isə burada yerləşir. Hörmətli izləyicilərim, dəyərli müştərilərimiz, son olaraq onu qeyd edim ki, evin bütün sənədləri və torpağın paket qupcalıdır. Rəsmi alqı-satqıya tam yararlıdır. Qiymət 250.000 manata deyilir. Real müştərilərimizlə razılaşma yolda olacaq. Ətraflı məlumat üçün səhifəmizdə əlaqə vasitələri qeyd olunubdur. Özünə geniş belə bir ferma, həm də yaşayış üçün ev axtaranlar buyurub əlaqə saxlaya bilərlər. Bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.